Önce kardeşin dediği kimi tövhid hakkında. Yani tövhid deyildiği zaman yani müəyyən bir məsələ hakkında danışılmır. Yani tövhid demək olar ki həyatdır. Yani tövhidin fəzilətləri olduqca çoxdur. Və onlardan ən əsası yani tövhid əhli cəhənnəmə girsə də əbədi qalmayacaqdır. Yani tövhid əhli üçün olan fəzilətlərindəndir ki, tövhid əhli əbədi cəhənnəmdə qalmayacaqdır. Allah Teala En'am surəsində buyurur ki: "Ellezine amenu ve lem yelbisu imanahum bi zulmin ulaika lehumul emn ve hum muhtedun." Yani o kəslər ki iman gətirər və iman gətirdikdən sonra zulüm qarışdırmazlarsa onlar üçün əminamanlıq vardır və onlardır hidayət üzərində olanlar. Yani bu ayədə tövhidin 4 fəziləti keçir. Tövhid əhli üçün 4 fəziləti keçir. Ümumiyyətlə bu ayə nazil olanda sahabələrə ağır gəldi və dedilər ki: "Ya Resulallah, eyyuna lem yazlim nefsehu." Yani bizdən kimdir özünə zülm etməyən? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki: "Leysəl-ləzi tədhəbunə ileyh." Yani bu sizin başa düşdüyünüz zülm deyil. Məgər siz Salih bəndə Loğmanın sözünü eşitmədinizmi? İnnə şirkə la zulmun azim. Həqiqətən şirk böyük zülümdür. Deməli ayənin mənası: "Ellezine amenu ve lem yelbisu imanahum bi zulm." O kəslər ki iman gətirər və iman gətirdikdən sonra imanlarına zülm qarışdırmazlar. Yəni la ilahe illallah Muhammedun Resulullah şəhadətini dedikdən sonra şirk qarışdırmazlarsa onlar üçün əminamanlıq vardır. Həm fərd olaraq, həm cəmiyyət olaraq. Və həmçinin onlardır hidayət üzərində olanlar, həm dünyada və həmçinin ahirətdə. Və əminamanlıq da həmçinin ahirətə aiddir. Deməli, dünyadakı əminamanlıq odur ki, artıq yani fərd olaraq insanın qəlbindən bütün həyəcanlar, narahatçılıqlar Allaha olan bağlılığına görə çıxır. Amma insanlar da vardır ki, onların qəlbi yoxdur. Niyə? Çünki hər şeyə bağlanırlar. Gündə bir şeyə bağlanır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "Təisə abdud dinar, təisə abdud dirham." Dinarın qulu, dirhəmin qulu bədbəxt oldu və yaxud bədbəxt olsun. Nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm dinarın qulu, dirhəmin qulu deyir? Çünki qəlblə bağlandığına görə. Kimsə dinara, dirhəmə səcdə eləmir. Yəni qəlbən bağlandığına görə Peyğəmbər sallallahu aleyhi və səlləm onu qul adlandırır. Deməli, insan var pula bağlanır. İnsan var evliyə bağlanır. Kimisi qəbrə bağlanır. Kimisi bürclərə bağlanır. Öküz bürcü, oğlaq bürcü və digər yəni bürclərə. Yəni Allahdan qorxmaq əvəzinə, Allaha ümid bəsləmək əvəzinə görürsən ki, bürclərdən qorxur və bürclərə yəni ümid bəsləyir. Və həmçinin tövhid əhli olan cəmiyyət əminamanlıq yəni içərisində olur. Yəni bu da onu bildirir ki, əminamanlığın qaynağı tövhiddir. Yəni la ilahə illallah Muhammedun Resulullah şəhadətini doğrultmaqdır. Amma qorxunun mənbəyi isə şirkdir. Necə ki Allah Teala buyurur: "Senulqi fi qulubillezine keferur ru'b." Yəni biz kafirlərin qəlbinə qorxu salacağıq. Səbəb nədir? Bima əşraku billah. Allaha şərik qoşduqlarına görə. Ona görə Allaha şərik qoşan insan öz-özlüyünə qorxu içərisindədir. Və Allaha şərik qoşan cəmiyyət olaraq qorxu içərisindədir. Və bu dünyadakı əminamanlıqdır. O ki qaldı ahirətdə də tövhid əhli əminamanlıq içərisində olacaqdır. Tövhid əhli o günün dəhşətindən uzaq olacaqdır. Yəni onlar məhzun olmayacaqlar. Yəni qiyamət günü, qiyamətin dəhşətindən, o böyük günün dəhşətindən qorunmaq tövhidə görədir. Yəni kim bu dünyada nə qədər la ilahə illallah Muhammedun Resulullah şəhadətini doğruldursa, bir o qədər də qiyamət günü əmin olacaqdır. Necə ki Allah Teala Ənbiya surəsində buyurur: "İnnellezine sabaqat lehum minnel husna ulaika anha mubadun." O kəslər ki onlar üçün öncədən gözəllik,
gözəl sonluq, cənnət yazılmışdır. Onlar cəhənnəmdən uzaq tutulacaqlar. La yesma'un hasisəha. Onlar cəhənnəmin uğultusunu belə eşitməyəcəklər. Və hum fi məştəhət anfusum xalidun. Onlar nəfslərinə xoş gələn nemətlər içərisində əbədi olaraq qalacaqlar. La yahzunuhumul fəza'ul akbar. O böyük dəhşət onları məhzun etməyəcəkdir. Fəza'ul akbar, o dəhşətli qorxu onları məhzun etməyəcəkdir. Və tətələqqahumul mələikə. Mələklər onları qarşılayacaqdır. Həzə yevmukumul-ləzi kuntum tu'adun. Və sizə vəd olunan gün bu gündür deyiləcəkdir. Yəni Allah nəsib eləsin hər birimizə. Deməli insanlar bu kimə aiddir? Tövhidi doğruldanlara. Kim ki dünyada tövhidi doğruldub, qiyamətdə də əminamanlıq içərisində, həm dünyada və həmçinin qiyamətdə də əminamanlıq içərisində olacaqlar. Hansı ki insanlar o qiyamətin dəhşətini hiss etdikləri zaman onlar tövhidi, la ilahə illallah, Muhammedun Rasulullah şəhadətini doğruldanlar, onun dəhşətini hiss eləməyəcəklər. Və həmçinin üçüncü fəzilət gəlir ki, ulaikə humul muhtədun və onlardır hidayət üzərində olanlar. Deməli, tövhid əhli dərəcələrdir. Yəni, tövhid əhli, tövhidi doğrultmaq baxımından dərəcələrə bölünür. Və ona görə də onların hidayəti də fərqlidir. Yəni, kim nə qədər tövhidi, la ilahə illallah, Muhammedun Rasulullah şəhadətini doğruldursa, bir o qədər də onun hidayəti artıq olur. Hidayət də nədir? Hidayət, Allah Teala'nın insana haqqı haqq olaraq göstərməsi və haqqa müvəffəq etməsidir. Və batili batil olaraq göstərib, batildən çəkindirməsidir. Deməli, insan tövhidi nə qədər doğruldursa, bir o qədər də haqqı haqq olaraq görür. Məsələn, insanlar görə bilmir. Deyirsən ki, bu şirkdir, deyir, yox, bu tövhiddir. Deyirsən ki, bu tövhiddir, deyir, yox, bu şirkdir. Yəni, insanın onu görə bilməməsi boş yerə deyil. Yəni, onun elə fundamentində, əsasında, bünövrəsində, təməlində olan problemdir ki, la ilahə illallahı hələ anlamayıb və yaxud da onu anlasa belə doğrultmayıb. İnsan doğruldarsa Allah Teala ona haqqı haqq olaraq göstərir və haqqa müvəffəq edir. Və həmçinin batili batil olaraq göstərib, batildən çəkindirir. Və bu da aydındır. Və qiyamətdə həmçinin onlar da hidayət üzərində olacaqlar. Kimsə sual verə bilər ki, bəs yəni insan artıq dünyada ölənə qədər mükəlləfdir. Öldü, artıq onun mükəlləfiyyəti kəsilir. Yəni öləndən sonra insanın necə hidayətə ehtiyacı olacaqdır. Bəli, qiyamət günündə insanın hidayətə ehtiyacı vardır. Və buna da dəlil olaraq Allah Teala Muhammed surəsində buyurur ki, "Ellezine qutilu fi sabilillah falan yudilla a'malahum." O kəslər ki, Allah yolunda öldürülüblər, Allah Teala onların əməllərini zayi etməyəcəkdir, əvəzsiz qoymayacaqdır. Seyehdihim. Allah Teala onları hidayət edəcəkdir. Və yudxiluhumul cennete arrafaha lahum. Və dünyadaykən tanıtdığı cənnətə onları daxil edəcəkdir. Demək, bu ayədə birinci ölüm, sonra hidayət və sonra cənnət gəlir. Demək, bu da onu bildirir ki, öləndən sonra insanın hidayətə ehtiyacı var. Nə vaxt? Sırat körpüsünü tapmaq üçün. Çünki sırat körpüsünün əvvəlində zülmət çökəcəkdir. Yəni, insan sırat körpüsünə getmək əvəzinə cəhənnəmə düşə bilər. Hətta cəhənnəmə düşənlər olacaqdır. Deməli, sırat körpüsünü tapmaq üçün hidayətə ehtiyacı var və hətta sırat körpüsünə qalxdıqdan sonra onun üzərində irəliləmək üçün yenə hidayətə ehtiyacı var. Və insanın sırat körpüsünü tapması üçün və sonra sırat körpüsünün üzərində irəliləməsi üçün o hidayət dünyadakı tövhidindən asılıdır. Və sırat körpüsünə gəldikdən sonra yenə zülmət çökəcəkdir. Yəni, insanlar sırat körpüsünün üzərində o nura görə keçəcəklər. Kimisi ildırım sürətində, kimisi güclü əsən külək sürətində, kimisi güclü qaçan at sürətində keçəcək. Yəni, insanların o sürəti və sırat körpüsünün tapması və həmçinin sırat körpüsünün üzərində irəliləməsi dünyadakı tövhidinə, la ilahə illallah, Muhammedun Rasulullah şəhadətini doğrultmasına görədir. Və ona görə bu la ilahə tövhidin əhəmiyyəti haqqında
Allah Teala Quranda misal çəkir. Daraballahu məsələn kəlimətən tayyibə. Allah Teala gözəl bir misal çəkir. Gözəl bir kəlməyi misal çəkir. Kəşəcərətin tayyibətin asluha səbitun və fəruha fis-səma. Yəni gözəl bir ağac kimidir. Onun kökü yerdə möhkəm və budaqları göyə yüksəlib. Tu'ti ukulaha kullahinin bi izni rabbiha və o öz bəhrəsini Allahın izni ilə daima verir. Və yadribullahul əmsal lin-nas la'allahum yetezekkerun və Allah Teala insanlara beləcə misallar çəkir ki, onlar ibrət alsınlar. Deməli, bu da onu bildirir ki, o kökün yerdə möhkəm olması, yəni la ilahe illallah elə sadəcə quru boş, dillə deyilən bir söz deyildir. Yəni onun mahiyyəti vardır. Yəni o sözün tələb etdiyi şərtləri vardır, vacibləri vardır, rükunları vardır. Və həmçinin o kəlmə öz bəhrəsini verir. Əgər o kəlmə varsa, insan onu doğruldursa, onun bəhrəsi də salih əməllərdir. O da davamlı olmalıdır. Və həmçinin yəni buna qarışan, bunun inkişafına mane olan müəyyən alaqlar var, ağacın inkişafına mane olur və həmçinin də insanın qəlbində əkilən La ilahe illallah Muhammedur Rasulullah ağacının inkişafına mane olan şirkdir, Allahdan qeyrisinə bağlanmaqdır, bidətlərdir və asiliklərdir. İnsan qəlbini bunlardan da təmizləməlidir ki, La ilahe illallah kəlməsi sabit olan kimsələrdən, salamat olan kimsələrdən olması üçün. Və həmçinin bu sözün fəzilətindən, La ilahe illallahın, La ilahe illallah əhli üçün olan fəzilətləri çoxdur və həmçinin onun fəzilətlərindən biri də odur ki, bunu doğruldan insanlar həm gözəl sözə və həmçinin gözəl davranışa müvəffəq olurlar. Kim La ilahe illallah kəlməsini doğruldarsa, yəni o tövfiq üzərində olur. Yəni xeyrə müvəffəq olur. Gözəl danışığa müvəffəq olur və həmçinin gözəl əmələ, salih əmələ müvəffəq. Yəni ümumiyyətlə davranışa, gözəl davranışa müvəffəq. Davranış deyildiyi zaman insan kiminlə davranır? Birinci nəfsi ilə, sonra insanlarla və sonra Rəbbi ilə olan davranışıdır. Birinci Rəbbi ilə olan davranış. Yəni insan La ilahe illallahı doğruldan insanın birinci Rəbbi ilə davranışı gözəl olur. Yəni o insan Rəbbinə olan ibadəti sevir, namazı sevir, fərzini sevir, nafiləsini sevir, orucu sevir. Və onun nafiləsini sevir, zəkatı sevir. Yəni zəkat verməyi sevir o insan. Həmçinin sədəqəsini sevir və həmçinin digər əməlləri sevir. Və əgər insan görsə ki, onun namazında səhlənkarlıq var və yaxud da hətta nafilə ibadətlərində səhlənkarlıq var, bilsin ki, onun qəlbinə artıq dünya məsələləri gəlmişdir. Çünki insanın qəlbinə iki şey gəlir. Tövhid, axirət məsələləri və bir də dünya məsələləri gəlir. Yəni bil ki, səndə naqislik yaranıbsa, yəni artıq dünya məsələləri axirət məsələsini, tövhid məsələsini üstələyir. Çünki bunların ikisi bir-birini sıxışdırır. Əgər tövhid güclü olaraq dünya məsələlərini sıxışdırarsa, artıq qəlbdə yer tutan tövhid olur. Və bundan sonra artıq onun hərəkətləri Allah üçün olur insanın. Atdığı addımlar, etdiyi əməllər. Yox, əgər dünya məsələləri güclənərsə, onda insanın qəlbindən tövhidi çıxardır. Yəni onu zəiflədir. Və ondan sonra nə olur? Artıq insanın ibadətlərində, fərzlərində, nafilələrində zəiflik ortaya çıxır. Ona görə bil ki, bu boş yerə gəlmir. Sənin ibadətində olan naqisliklər tövhidində, La ilahe illallah Muhammedun Rasulullah kəlməsində olan və onu doğrultmaqda olan naqisliyə görədir. Və həmçinin bundan sonra İnsanlarla olan o insanın davranışı düzəlir tövhidinə görə. Birinci başlayaraq valideynlərindən, həyat yoldaşından, uşaqlarından və digər möminlərlə, insanlarla olan davranışı düzəlir. Çünki o insan başqası ilə davrandığı zaman kimliyindən asılı olmayaraq, ola bilər onun xətrinə dəyib, ona qarşı müəyyən pis əməllər edib, amma bu insan ona fikir vermir, gözünün qarşısında Allahı tutaraq davranır. Və onun üçün ən əzəmətli olan, ən mühüm olan, qəlbində olan tövhidin, ixlasın, La ilahe illallah, Muhammedur Rasulullah ağacının salamat qalmasıdır. Və onun salamat qalması üçün məhəl qoymur, fikir vermir ona qarşı edilən əməllərə. Çünki gözünün qarşısında Allah, yəni Allahın rizasını qazanmağa çalışır. Bilir ki, ən qiymətli olan o qəlbində olan. Çünki bu qəlb evi Allahı sevmək, Allahı tanımaq, ixlas üçün, tövhid üçün yaradılan bir evdir. Və istəmir ki, o evə yaramaz şeylər daxil olsun, başqa şeylər daxil olsun. Və ona görə insan başqaları ilə davrandığı zaman ən birinci valideynlə davranışı düzəlir.
Yoldaşı ilə düzəlir, uşaqlarla düzəlir, insanlarla olan davranış, kiməsə qarşı həddini aşmır, təcavüz etmir, onun şərəf ləyaqətinə dil uzatmır. Bu nəyin nəticəsidir? Tövhidin, tövhid əhli üçün olan fəzilətindəndir ki, yəni o insanlar xeyrə müvəffəq olur. Bütün işlərində, bütün davranışlarında və həmçinin insan öz nəfsi ilə olan davranışında. Çünki insan nəfsində şər istəklər var. Bəzən görürsən ki, ibadətə qarşı səhlənkarlıq var, onu yerinə yetirmək istəmir. Amma nə vaxt ki, insan Rəbbini tanıyır, onun ad və sifətlərini bilir, onun uluhiyyətini bilir, rububiyyətini bilir, Allah Teala'nı, yəni hər şeyi görən, hər şeyi eşidən olduğunu yaxşı anlayanda artıq insanın nəfsində olan şər istəklərin də azalmasına səbəb olur. Bizim vaxtımız artıq sona yetdi və Allah Teala'dan istəyək hər birimizi La ilahe illallah Muhammedun Rasulullah üzərində yaşayanlardan, onu doğruldanlardan etsin. Bizi iman üzərində, İslam üzərində yaşadığı iman üzərində canımızı alsın. Allah razı olsun. Esselamu